Elvan İslamoğlu, Masallı rayonunun Təzəkən kəndinin sakiniyəm. Kənd sakinləri adından xahiş edilən prezidentimizdən, əlaqəli təşkilatlardan Qafarov Ağadadaş Camaloğlu neçə dəfə şikayət eləsə də şikayətə vəd verirlər, amma gəlib əməl eləmirlər. Xahiş edilən, baxın, bax bu setkalar da alınıb pulla. Heç bunun nə sənədi var, nə bir şey. Bax, bizim kənd, o bir dənə olar deyilən ki, fermalardır. Bax, kəndin heyvanı da səhər atılır burada. Bax, dayanıb burada axşamadan. Yoxdur, baxan yoxdur. Başında demək olar ki, Masallı rayonunun çox kəndlərində Azərbaycan qanunları işləmir. İşləyir özləri üçün, amma sakit cəmaət üçün, yaşayan cəmaət üçün işləmir. Şikayət deyilir, dövlət torpaqlarını da zəbt ediblər. Deyirlər, gedin kimə deyirsiniz, deyil. Bizimdir. Heç nə də eləyə bilmirik. Malımız yayda susundan yanır, indi də acından ölür. Baxın, örüşdə qoyun üst-üstədir. Qoyunlar üst-üstədir, sürülər. Cəmaət də bu sürü ilə dolanır, bu malla dolanır, qara ilə dolanır, başqa.